Mən evimdən paylaşım edirəm. Müəllimə bax bu nə geyimdir. Nə bilim ay bomja oxşadı, ay çobandır. Çoban olanda nə olacaq ki? Çoban olmaq niyə ayıb sayılsın ki? Updated version of education. İşlərimi bu arada tamamladım, evə qayıtmışam. Şərhlərinizi yavaş-yavaş oxuyuram. Hətta tanışlar, dostlar da deyir ki, reaksiya verməsən keçəcək, gedəcək. Bu tabular, bu stereotiplər cəmiyyəti inkişafdan qoyan ən dəhşətli bariyerlərdir. Mən hüquqşünas olmalıydımmı və məni buna kim vadar etdi? Bu sual bu günləri də mənə düşündürür. Çox istəyərdim ki, insanlarımız təhsilə daha çox diqqət yetirsinlər. 50 il bundan qabaq qüvvədə olan standartlardan, tabulardan, qadağalardan müəyyən qədər çəkilməliyik. 1978-ci ildə Gəncə şəhərində doğulmuşam. Anam Gəncə şəhərində dünyaya göz açıb, atam Kəlbəcər rayonunun Lev kəndində dünyaya göz açıb. Hər iki valideynim ixtisasca Azərbaycan dili və ədəbiyyatı müəllimləri idilər və ailədə məndən başqa bir qardaşım da var. 1985-ci ildə 1-ci sinifə getmişəm və 1993-cü ildə məlum hadisələrlə əlaqədar biz müvəqqəti Gəncə şəhərində məskunlaşmışıq. 1995-ci ildə həmin məktəbi bitirdim. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq ixtisasına daxil oldum. 2001-ci ildə isə hüquq magistri, hüquqşünaslıq ixtisası üzrə almağa müvəffəq oldum. Mən hüquqşünas olmalıydımmı? Yoxsa başqa bir sənətin, peşənin sahibi ola bilərdim və məni buna kim vadar etdi? Bax, bu sual bu günləri də mənə düşündürür bəzən. Çünki rəhmətli anam mənim həkim olmağımı istəyirdi. Səbəbi də o idi ki, həkimlik əsl sənətdir və dünyanın hansı bölgəsinə getsən, bu sənət səndəndir. Biraz dikbaşlıq, dönməzlik nümayiş elətdirdim və dedim, xeyr, mən hüquqşünas olacağam. Bunun da öz səbəbləri var idi və mən uşaqlıq yaşlarımdan hüquq mühafizə orqanlarının, xüsusi xidmətlərin fəaliyyətinə aid əsərləri oxumuşdum. Hesab edirdim ki, bu yoldan mən daha çox xeyir verə bilərəm. Ailəmə, həm yaxınlarıma, xalqıma, dövlətimə. Xarici dilləri də çox yüksək səviyyədə öyrənməyə çalışırdım. İngilis dilində artıq danışırdım. Hətta ikinci dil olaraq mən fransız dilini universiteti bitirəndə C1 səviyyəsinə çatdıra bilmişdim. Praktikada oldum 4-cü kursda, 3 aylıq bir müddətdə. Siz bir çox şeyləri planlaşdıra bilərsiniz. Amma həyat hər zaman sürprizlərlə doludur. Və mən əmək fəaliyyətinə qeyri-rəsmi şəkildə elə universitetin 2-ci, 3-cü kursunda olanda başlamışam. Bu gün hesab edirəm ki, hətta gec başlamışam. İnternet kafe meneceri olmuşam, tərcüməçilik etmişəm. Mədəniyyət Nazirliyinin tarix və mədəniyyət abidələrinin qorunması, bərpası və konservasiyası baş idarəsinə işə düzəldim mütəxəssis olaraq. 2001-2002-ci tədris ilində mən Qərb Universitetində də paralel müəllim olaraq hüquq fakültəsində işə düzəldim. Mən Qərb Universitetində Azərbaycan və İngilis dillərində müxtəlif hüquq fənlərinin tədrisini aparmağa başladım. Amma mən öz üzərimdə işləyirdim, materialları tərcümə edirdim. Gecə saat bəzən olurdu, 2-də yatırdım, 3-də yatırdım. Günlərin bir günü mən hərbi xidmət reallığı ilə üzləşdim. Hərbi xidmətə qəbul edildiyim elə ilk aylarda məni xaricə rəsmi səfərlərə göndərməyə başladılar və ilk səfərdə Avropa Şurasına oldu. Qlobal antiterror koalisiyası yaranmışdı. 11 sentyabr o 2001-ci ildə məşhur, dəhşətli həm də
terror aktlarından sonra və Avropa Şurasında da Codex Deax adlı, yəni ekspertlər komitəsi. Belə bir qurum yaradılmışdı. Xarici İşlər Nazirliyinin oradakı qurumlarının, səfirliyin əməkdaşlarının da dəstəyi ilə Kodexler Bürosuna, yəni Avropa Şurasının terrorçuluqla mübarizə üzrə komitəsinin bürosuna üzv seçildim. Və 2 il mən həm komitənin, həm büronun iclaslarına qatıldım və təhlükəsizlik orqanlarında çalışdığım müddətdə mən həm də Interpolun bir mühüm tədbirinə qatılmışam. Təhlükəsizlik orqanlarında mənim fəaliyyətim 2007-ci ildə başa çatdı və 2010-cu ilə qədər pərakəndə fəaliyyətlərlə məşğul oldum. Köşə yazarı kimi bir müddət fəaliyyət göstərdim. 2010-cu ildə mən bir tikinti layihəsində işə düzəldim tərcüməçi olaraq və 2014-cü ilə qədər orada çalışdım. 2014-cü ildən də əvvəl araşdırmalar apardım və bir universitetlə razılaşdım. Daha doğrusu mən ora research proposal deyirlər, elmi tədqiqat sənədi təklifi göndərdim və onlar məni qəbul etdilər. Və bu universitetdə dünyanın 40-cı 50-ci universiteti olan Catholic University of Leuven hüquq, cəmiyyət və din məsələləri üzrə magistr proqramına qəbul olundu. – 2015-ci ildə təkrar Qərb Universitetində işə qəbul olundu. Bakı Dövlət Universitetində məni saat hesabı dərs yükü ilə təmin etdilər. Gəncədə yaşayırdıq. Mənim üçün də çox çətin idi, uzaq məsafə idi. Getmək, gəlmək çox yoruldu və mən qərara gəldim ki, bu fəaliyyətlərə, Bakıdakı fəaliyyətlərimə son verəm və Gəncəyə köçdüm. Gəncəyə qayıtdım təməlli. Gəncə Dövlət Universitetində Sosial Fənlər Kafedrasının Tarix Coğrafiya Fakültəsinə aiddir bu kafedra. Orada işə düzələ bildim müəllim kimi. 2018-ci, 19-cu tədris ilindən bu günə kimi Gəncə Dövlət Universitetində çalışıram. Education not in its traditional meaning. Modern education. Bir dərs prosesinin qısa bir hissəsini öz sosial şəbəkə hesablarında paylaşdım. Bu qədər reaksiya olacağını açığı mən gözləmirdim. Hesab edirəm ki, xalqımız elmə, savada, təhsilə, intellektə qiymət verməyi bacarır. İndi hər yerdə olduğu kimi, hər xalqın arasında olduğu kimi, təbii ki, bizdə də müəyyən səbəblərdən hadisə və prosesləri şəxsi mənafelər müstəvisindən qiymətləndirən, obyektiv olmayan reaksiyalar verən insanlar var. Mənim bütün paylaşımlarım öncədən ölçülüb biçilir, düşünülür. Mən evimdən paylaşım edirəm. Müəllimə bax, bu nə geyimdir, nə bilim, ay bomja oxşadı, ay çobandır. İndi mən çoban olmuşam da bunu danmayacam ki. Qoyunda otarmışam. Novat deyirdilər biz tərəfdə, o dağın başında. Novata da getmişəm. Çoban olanda nə olacaq ki? Çoban olmaq niyə ayıb sayılsın ki? Bütün bu problemlərin kökündə, həllində təhsil, təlim, təcrübə dayanır. Salamlar hər kəsə. İşlərim var idi, tamamladım, evə qayıtmışam. Mən bu kürkü geyinəndə, bu papağı qoyanda insanlar mənfi reaksiya verirlər. Axı bir adam, sadə bir insan, müəllimdir, evindən paylaşım edir. Dursun, qalstuk geyinsin, üzünü qırsın. Axı müəllim də yorulur, enerji itirir. Və yaxud ittihamlar ki, səliqəlilik falan, bilmirəm, o hansı xəttkeşlə ölçülür. Və mənə də soruşurlar hərdən, deyirlər, çox səbirli adamsan, dözümlə qarşılayırsan bu şərhləri. Durduq yerə, oldu, olmadı, negativ şərh yazan adamları mən bir neçə qrupa bölürəm. Birinci qrupun bu cür reaksiyalar verməsinin səbəbi, kökü onunla bağlıdır ki, bu insanlar böyük ehtimalla uşaqlıqlarını çərçivələr, məhdudiyyətlər içərisində keçirdilər. Bunlar üçün həyat hələ də oyun kimi görünür. Səhvsiz deyil heç kimsə.
xətam olubsa nəsə, xətrinə dəymişəmsə, bəlkə bağışlayasan. İkinci qrup daha təhlükəli adamlardır. Bunlar siyasi, ideoloji, bəzən də iqtisadi səbəblərdən bu cür şərhlər yazırlar. Kontentə, məzmuna uyğun olmayan hər iki qrupun qayğısına qalmaq lazımdır. Onlara diqqət göstərmək lazımdır. Hətta tanışlar, dostlar da deyir ki, reaksiya verməsən keçəcək, gedəcək. Mən bir peşəkar mütəxəssis olaraq bu qənaətdəyəm ki, yanan ocağı əgər diqqətsiz, qayğısız buraxsaz, bu ocaq daha da alovlanacaq, bu problem daha da böyüyəcək. Və mən istəyirəm bu adamlar görsünlər ki, heç mənə aid olmayan məsələlərlə əlaqədar ittihamlar yağdırırlar. Bu qədər psixoloji baskı, təzyiq nə dərəcədə doğrudur və Azərbaycan cəmiyyətinin çox istəyərdim ki, mümkün qədər geniş təbəqələri, mütləq əksəriyyəti qəliblərlə, stereotiplərlə, tabularla yaşamasın. Bu tabular, bu stereotiplər cəmiyyəti inkişafdan qoyan ən dəhşətli bariyerlərdir. Mən bunu dəfələrlə paylaşımlarımda da demişəm. Çox başı açıq otura bilmirəm. Səhhətlə bağlı bir məsələdir. Çox istəyərdim ki, insanlarımız təhsilə daha çox diqqət yetirsinlər. Mənim imkanım olub, məsələn, Avropada təhsil almışam. Çoxlu səfərlərim olub. Müqayisə etmə imkanım var. Avropa insanı təhsilə investisiya obyekti kimi baxır. Azərbaycan insanı da keşkə bax bu cür yanaşsaydı və Avropa təhsili ilə Azərbaycan təhsili arasında ən dərin uçurum bax buradadır. İnsanların yanaşmasındadır, təhsilə yanaşmasındadır. Mən çox istəyərdim ki, Azərbaycan gəncləri xarici dillərin öyrənilməsinə çox diqqət versin. Bizim dövrümüzlə müqayisədə bugünkü gənclik çox böyük şanslara malikdir. Resurslar çox, əyani vəsait çox. Gənc nəsildir. Onlar hər şeyi artıq bizdən yaxşı bilirlər. Hissləri, arzuları, xəyalları, duyğuları biz nəslinkindən qat-qat fərqlidir. Əgər bir şəxsiyyət yetişdirmək istəyiriksə, iki peşəkar mütəxəssis yetişdirmək istəyiriksə, o zaman o 50 il bundan qabaq qüvvədə olan standartlardan, tabulardan, qadağalardan müəyyən qədər çəkilməliyik. Mən gənclərə də üzümü tutub demək istəyirəm ki, hövsələli, səbirli, dözümlü olsunlar, zəhmətə, əziyyətə qatlaşsınlar. Belə-belə işlər.